Salam aleykum gözəl xanımlar. Hər vaxtınız xeyirli, uğurlu olsun. Xoş gördük sizləri. Kanalımın gözəl xanımları, dəyərli xanımları. Necəsiniz? Kanalıma, evimə, mətbəximə xoş gəldiniz. Gözəl xanımlar, burada mən damla şokoladlı keks bişirirəm, qozlu keks bişirirəm. Çünki uşaqlarım səhər tez çıxırlar evdən, işə getmək üçün, yəni İştahaları olmur, çox zaman yemək yemirlər. Keks olduğu zaman bir çox keksinə ya çay, ya kofe içib gedirlər. Ona görə yəni daim bizim evdə keks olur. Reseptləri eynidir. Sadəcə birinci keks, damla şokoladlı keksin qabı balaca olduğu üçün 4 ədəd yumurtadan istifadə etdim. Digər keksdə 5 ədəd yumurtadan istifadə etdim. 4 ədəd yumurtadır, 1 stəkan şəkər tozudur, böyük xrustal stəkan, 1 armudlu stəkan qatıqdır, 1 armudlu stəkan bitki yağıdır, 2 stəkan undur, mən göz yarı edirəm. Belə 1 paket vanil, 1 paket qabartma tozu, 1 çimdik duz. Zövqə görə də xanımlar damla şokoladı, kişmiş, qoz ləpəsi əlavə edə bilərik. Yəni yoxdursa da etməyə də bilərik. Mən birinci bişirdiyimi deməli damla şokoladla etdim, ikinci bişirdiyimi qozla edirəm, qoz ləpəsi ilə. Sonra elə həvəsim oldu xanımlar, təbii ki gecə bişirmişəm, hamı yatarkən. Elə gördüm hələ vaxta var, bilinçikdə etdim. İnşallah reseptlərini də yazaram. Görürsünüz xanımlar, böyük kekslər məndə üzəri partlayır, amma balaca kekslər yox. Keçən dəfə üzərini örtürəm xanımlar, soyuyur, sonra kəsirəm, sizə göstərirəm, sonra başlayıram bilinçiki hazırlamağa. Keçən dəfə xanımlar dedilər ki, çox əlavə etməmisiniz. Gözəl xanımlar, elə də etmişəm. Çox əlavə edirəm, daşır. Bişirəndə belə də axır, daşır, amma ortası partlamır. Bilmirəm, məndə olmur. Amma böyük kekslər görürsünüz partlayır. Bu keks qabını mən Trendyoldan sifariş etmişdim. Üzərində ürək şəkli var. Həmin yerlərə ağ glazur da əlavə etmişəm. O cür kanalımda var. Sonra şokolad əritmişəm, əlavə etmişəm. Yəni istədiyimiz kimi üzərini bəzəyə bilərik. Amma o zaman sadə edirəm də, içərisinə qoz ya damla şokolad əlavə etmirəm. Burada hələ xanımlar tezdir, hələ uşaqlar yatıblar. Hələ bundan sonra mən bilinçik edirəm. Səhər oğluma bilinçik qızartdım, yedi, getdi. Bilinçik olanda amma yeyirlər xanımlar. Sadəcə bunları kəsdim sizlərə göstərmək üçün. Çünki bildim ki, onlar işə gedəndə yeyəcəklər, çayla, kofe ilə. Sonra sizə yəni göstərə bilməyəcəm. Ona görə də elə dedim, kəsim sizlərə göstərim. Görürsünüz necə qəşəng görünür xanımlar içərisində. Adi keksdir, sadəcə ya kişmiş, ya qoz ləpəsi, ya damla şokolad əlavə edəndə görüntü də gözəl görünür. Sanki insan elə gəlir ki, dadı da fərqli olur da, yəni qeyri-adi nəsə dadlı olur. Digərini də kəsim sizlərə göstərim, sonra başlayım bilinçik etməyə. Necəsiz, neyinirsiniz gözəl xanımlar? Hər gün deyirəm, canlı açacam, aça bilmirəm. Əslində mən canlını video paylaşmadığım günlər açmaq istəyirəm. Video paylaşmadığım gün də əslində mən video çəkirəm. Sadəcə bir gün video çəkirəm, digər gün montaj eləyib. Məsələn, dünən videolar çəkilib, bugün montaj edirəm, sizinlə paylaşıram. Sabah video paylaşmayacam, amma o demək deyil, mən video çəkmirəm. Mən video çəkirəm. Məsələn üçün, bugün yenə video çəkmişəm. Amma onu montaj etmədim də bu video. Məsələn üçün, bugün yenə çəkəcəm, sabah da çəkəcəm. Əvvəldən çəkdiyim videolar var. Yəni, hər gün zaten video çəkirik. Amma yenə də paylaşmadığım gün canlı açmaq istəyirəm. O da heç cür, yəni, çatdıra bilmirəm. Canlı açanda belə ürəyimdə olanları danışıram, bölüşürəm sizlərlə. Belə gözəl xanımlar, sizlər də bişirin, övladlarınız nuşi canla yesinlər. Yəni, adi keksdir də, hamımızın evində olan yumurtadır, şəkər tozudur, undur, bitki yağıdır. İndi yenə də deyirəm, damla şokolad, qoz ləpəsi yoxdursa əlavə etməyə də bilərsiniz.
Burada da xanımlar deməli bilinçki edirəm. Əslində bir neçə video öncə bilinçki çəkmişdim, paylaşmışdım. Sadəcə düşündüm ki, həmin videonu izləyən xanımlar, bu videonu izləyən xanımlar həmin videonu izləməyə bilər. Ona görə göstərirəm yenə də. Əslində bunları çəkmək mənim üçün çətindir. Bir də düz, bir də qablar, məsəl üçün bu böyük qabları yudum, bir də təzədən düz falan. Bunlar hamısı zaman aparır, amma sizlər üçün edirəm. Gözəl xanımlar, 3 ədəd yumurtadır. Deməli, 1 litr süddür. Gördünüz də, 2 yemək qaşığı şəkər tuzdur, 3 yemək qaşığı bitki yağıdır, 1 çimdik duzdur. Sonra 2 stəkan yarım da un əlavə etdim. Keçən dəfə 3 stəkan etmişdim, bu dəfə 2 stəkan yarım etdim. Yəni bir ikisini də dedim göstərim etdiyim zaman. Mənim uşaqlarım o qədər nazik sevmirlər. Mən əslində 3 stəkan əlavə edirəm, amma bəzən 2 stəkan yarım da edirəm. İndi siz də əgər nazik istəyirsinizsə 2 stəkan yarım əlavə edin. Biraz qalın, yəni ondan biraz qalın istəyirsinizsə 3 stəkan un əlavə edin. Hərənin öz resepti var da. Xanımlar var ki, 3 ədəd, 5 ədəd yumurta əlavə edirlər. Mən məsələn 3 ədəd edirəm. Bu dəfə xanımlar deməli çələkli kəsimi ilə etdim. İçərisinə də gördüyünüz kimi kişmiş yumuşam, qurutmuşam. Əlavə edirəm. Belə. İnşallah gələn dəfə də ətli bilinç gedib çəkib sizlərlə paylaşaram. Gözəl rəylər yazırsınız, gözəl xanımlar, gözəl fikirləriniz üçün, gözəl rəyləriniz üçün təşəkkür edirəm. Allah Taala sizdən razı olsun. Allah Taala cümləmizi qorusun. Allah Taala yaxşı insanlarla yolunu hər zaman açıq etsin. Ümumiyyətlə Allah Taala bütün insanlara kömək olsun. Pis insanları da Allah Taala hidayət etsin, islah etsin. Məlkin səsi gəlir, bura gəlmək istəyir, maması qoymur, ona görə ağlayır. Neyləsə ona qurban. Videonun sonunda da Məlik montaj etmişəm, Məlik həyətə çıxarmışdım. Deməli, Məlikə xanımlar dünən yox, sırağa gün həyətə çıxaranda çəkmişəm həmin videonu. Əslində dünən paylaşmalıydım bu videonu. Sadəcə olaraq montaj edə bilmədim xanımlar. Çox yorğun idim. Montaj çox zaman aparır. Ona görə qaldı bu günə. Məlik dünən yox, sırağa gün hava günəşli idi, həyətə çıxarmışdım. Soyuducuda yer tutmamaq üçün ona görə belə yığdım. Birinci elə yığmışdım, sonra belə qaba yığdım. Üzərindən də xanımlar 25 ədəd alınmışdı. Üzərindən 5-6 ədəd qızartdım, oğlum yedi getdi işə. Dünən yox, sırağa gün hava çox günəşli idi. Balamı çıxartdım həyətə. Yəni ki, balamı da zaman ayırmaq lazımdır. Balamı həyətə çıxartdım. Xanımlar, mən hər zaman bu pendirdən görmürsünüz də alıram. Keçən dəfə oğlum başqa cür almış, o da mozzarella idi. Amma bu el mən aldığımdandır. Bir gün öncə tapşırmışdım, oğlum aldı, gətirdi. Bizim evdə ən çox xanımlar makaron, vermişil, plov, bir də göbələk. Ən çox yeyilən yeməkdir. İndi uşaqlarımız da nəyə sevir onu bişiririk də xanımlar. Burada 1 kiloqram göbələkdir. Deməli, oğlum real marketdən almışdı. 6 manata kilosu. 1 kilodan da biraz hələ artıq idi. Ya da ki, elə paçkada olanda 2 paçka alırıq. Düzdür, paçka baha olur. Paçkanın biri 3.20-yədir, 6.40 veririk. Bilmirəm, nəsə mən elə bilirəm paçka daha yaxşı olur. Mən elə gəlir. Oğlum dedi, mama zəng etdi ki, bəs paçka yoxdur. Dedim, belə kilo ilə al. Xanımlar, gördüyünüz kimi 2 ədəd deməli qaymaq da istifadə edəcəm. Yoxdursa 1 ədəd də istifadə edə bilərsiniz. Amma 2 ədəd edəndə yaxşı olur. Pendir də 250 qramda hamısını istifadə edirəm. Bəzən bir balaca saxlayıram. Məsələn, 200 qramını rəndədən keçirəm, bir 50 qramı saxlayıram ki, balaca balam yumurta bişirəndə üzərinə edir, məsələn. Amma burada elə hamısını etdim. Burada da səhər-səhərdir xanımlar, deməli hamısını etdim, keksləri bişirdim, bilinçki bişirdim,
Namazımı qıldım, qızartdım, oğlum yedi, işə getdi. Sonra mən də dedim, eldim də bunu edim. Çünki xanımla səhər-səhər istəsəm də mən yata bilmirəm. Əslində istəyirəm, amma yata bilmirəm. Artıq səhərlər günortaya doğru üstünüzə sağlıq məndə baş ağrıları, güclü baş ağrıları olur. Çünki artıq yatmamışam, artıq vücud belə deyək də tabi gətirmir, vücud dincəlmək istəyir, amma pozulub da, beyin pozulur. Çox özümü pis hiss edirəm. Ona görə elə başımı işlə qatıram. Sinətin gördünüz də, yəni balaca-balaca doğrayırıq, nazik. Elə onu birinci doğradım. Düzdür, videodan sonra göstərmişəm. Onu birinci doğradım, qoydum, o bişməkdə oldu, elə öz suyunda. Sonra göbələyi doğradım, üzərinə əlavə etdim. Göbələk də nə qədər su salır. Elə öz suyunda bişdi, yağa düşəndə yağ əlavə edirəm. Bir neçə dəqiqədə yağda qovururam. Sonra heç nə, qaymaqlar üzərinə əlavə edib pendiri tökürük. Xanımlar, bu deməli nə deyək buna, makarondur, yəni vermişir, gedir, nə gedir, heç bilmirəm valla. Üzərində də yazılıb, ərişdə kimi də çox dadlıdır. Düzdür, başqa firmaları alıb həmişə istifadə etmişəm. Bunu ilk dəfə də edirdim, bu da dadlıydı. Bunu da süzürəm, buna kesin dəfə görmüşdünüz, 2 paçka almışdım. Birini süzürəm, sonra da birində axşam süzəcəm, o bir oğlum işdən gələndə. Burada xanımlar göstərirəm sizə. Böyük oğlum biraz kaprizlidir. Onun deməli ona gərək elə təzə-təzə ola. Qaymağı əlavə edirəm, qarışdırıram, onun payını götürürəm. Balaca tavada götürürəm. O yeyəndə biz pendirin üzərinə əlavə edirik. Onun pendirini də götürmüşəm. Amma o bir oğlundan onların heç fərqi yoxdur. İndi bunu edirəm. O bir 3 balam, 2 balam, gün idi mən balam 3, mən 4, 4 yerə bunu bölürəm. Göstərəcəm burada sizə. Burada da su qoymuşam, qaynasın, bunu süzüm. Günorta üçün də Günay, yoldaşı, mən. Digərini də axşamdan süzəcəm, o bir oğlum üçün. Çox dadlıdır xanımlar. Həm forması yaxşıdır, həm dadı qəşəngdir. Bunların içərisində mən qıyma bişirirəm, belə yerləşdirirəm, o da çox gözəl görünür. Kanalımda da var, dəfələrlə paylaşmışam. Oğlum deyir ki, bəs pendir qalır, bərkiyir, nə bilim, quruyur falan. Ona görə onun payını həmişə ayrı götürürük. İndi burada da göstərəcəm. Deyir, qaymağını əlavə edin, amma pendirini əlavə etməyin. İndi o yeyəndə biz pendirini isidirik, təzdən pendirin üzərinə əlavə edirik. Burada da duz əlavə etdim qazana. Üzr istəyirəm xanımlar. Qarışdırdım. Bunları da əlavə edirəm suya. Yəni həm belə görmüsünüz, mən də kanalımda bişirirəm, ortasına qıyma əlavə edirəm, həm də belə süzürük də, yəni suda qaynayır. Çox üzr istəyirəm. Belə gözəl xanımlar. Mən makaron vermişəm, yəni qaynatdığımız zaman qapağını qoyuram, yanına açıq saxlayıram. Yəni qapağını qoymayan da yaxşı qaynamır xanımlar. Belə yaxından göstərirəm sizə. Çox gözəldir. Belə fərqli görünür xanımlar. Əslində 12 ədəd idi. Onunu əlavə etdim, dedim çox olardı. İkisini əlavə etmədim. Sonra 1-2 dəqiqədən sonra ikisini də təzədən əlavə etdim. Ona görə rənglərində biraz fərqlilik olub. Ona görə. Süzəndə də həmişə xanımlar, mən yəqin siz elə edirsiniz də, aşuzanın altına bir boş qazan qoyuram, süzürəm. Çünki elə süzdüyümüz zaman axı krantın aşağısında olanlar plastikdəndir, kapron deyək, plastik deyək. Yəni lap qaynar su, yəni onu əridər axı. Ona görə mən qazan qoyuram, aşuzanın üzərinə qoyuram, süzürəm. Bu arada xanımlar, mənim təzə qazanlarımı görmüsünüz də, onların da altına nə bilim qazan, daha doğrusu aşuzəni əlavə etmirik. Onu xanımlar, bu arada yağ da əlavə etdim də, gördünüz. Onun qapağının orasında yeri var, aşuzən kimi də. Belə əyirik qazanı, oradan süzülür də, əlavə aşuzəni əlavə etmirik.
Xanımlar, mən sizlərlə sağollaşım. Hər birinizi öpürəm. Allah amanında qalın. Allah əmanət olun. Çünki videonun sonunda səsimi yazmamışam. Daha doğrusu həmin hissəyə səsimi yazmayacağam. Həmin hissədə Məlkə həyətə çıxarmışam. Sonra da həyətdən gəldik, pəncərəyə çıxdı. Həmin hissələri də elə izləyərsiniz. Bu götürmüşəm tavada, xanımlar. O da pendiridim. Bunu 4 yerə bölürəm. Çünki bəzən xanımlar sual verirlər ki, bu sizi görəcək. Ona görə elə göstərirəm. Burada da xanımlar bu pendir çox gözəldir. Pizza üçün ümumiyyətlə çox əladır. Burada sizə göstərirəm. Yəni çox belə uzanır, bilirsiniz necə? Əsl pizza üçündür, əsl. Burada elə Günay acımışdı, amma dedi çox qoymam amma mənə. Elə etdim, dedim həm də qoy çəkim sizlərə göstərim. Belə götürəndə də rahat olmadı, belə bütöv şəkildə götürmək istəyirdim. O, yəni belə əzil göbələk demək istəyirəm də, yəni bütöv şəkildə götürə bilmədim, qırıldı. Amma yaxından göstərmək istədim sizə. Məli, gəl. Öpürəm gözəl xanımlar, hələlik. Hava qəşəngdir xanımlar, günəşlidir. Balamı çıxartdım həyətə. Rəhmətli yoldaşım demişəm, günahdır. Belə havada uşaq evdə oturmaq günahdır. Otur, sür. Məli, otur, sür. Otur, özün otur. Nənə qurban. Otur, gəl, sür. Hava qəşəngdir. İşimi yarımçıq qoydum, qoy balamı çıxardım həyətə. Sürsün görün. Sənə mən qurban olum. Sənə mən qurban olum. Həyatım, sür. Sür. Ay, sağ ol. Sənə qurban olum. Tək həyətə qoymur, bax xanımlar, qorxuruq. Hə. Gəl bu tərəfə. Gəl bu tərəfə sür, o tərəfə getmə. Sənə qurban olum. Tərsinə sürür bala. Sənə qurban olum. Həyatım. Sənə qurban olum. Yaxşı, indi bu tərəfə sür. Sür. Güllərə baxın xanımlar. Görün nə qəşəng pühürəliyiblər. Bunlar hamısı gül açacaq. Bunda həyəti biraz təmizlədim. Tərtəmizdir. Payız oldu, belədir də xanımlar. Baxın. Görmürəm, gözüm görmür. Günəş düşürür. Yarpaqlar falan, otlar ora yıxılır. Onu arabaya yığacam. Uşaqlarım harbatsın. Yarpaqlar tökülür də. Yarpaqların hamısı tökülsün xanımlar. Sonra belləmək deyirik də, mən belləyəcəm. Məli, neynəsən? Hə, bax. Sənə qurban olum. Balamcım maraqladı oradan. Oradan baxır. Sənə qurban olum mən. Eləcə çıxır ora, ağlayış məni çıxarır ora. Şüşəni ləkə-ləkə edir. Sənə mən qurban olum. Yaxşı da bax, bax, qonşuya bax. Sənə qurban olum. Sınar, elə yoxdur, Məli. Ay, Məli. Quşlara baxsan Məli. Sənə qurban olum mən. Sənə qurban olum mən.